falan hədisdə buyurulub ki, falan. Niyə? Peyğəmbərimiz namazı öz dilində qılırdı, çünki onun dili ərəb dili olub. Bu boyda aləmləri yaradan Allah. Bu boyda, yəni indi dünyada biz yaşayırıq da, yəni aşağı aləmdə biz yaşayırıq. Əminə Əziz, bu xanımın ümumiyyətlə bir çox fikirlərindən, yəni qismən razıyam. Xanımın inancı mənə ümumiyyətlə Spinoza'nın yaradan anlayışını xatırladır. Bəlli ki, bununla maraqlanıbdır, mütaliə edibdir. Amma kiçik bir nüanslar var, bunlara toxunacağım. Əminə xanım, siz deyirsiniz ki, namaz hər kəsin öz dilində qılınmalıdır. Üzdən baxanda, belə səthi baxanda ağıllı fikir kimi səslənir. Amma balaca bir düzəliş edeyim. Bir vətəndaş, o cümlədən siz Azərbaycan Respublikasının konstitusiyasını istədiyiniz dildə mütaliə edə bilərsiniz. Dünyanın hansı ölkəsində olursunuzsa olun. Siz orada ölkənin qanunlarının, qadağalarının nələrdən ibarət olduğunu öyrənə bilərsiniz. İstədiyiniz dildə. Amma siz harada yaşamağınızdan asılı olmayaraq, hətta hansı dili bildiyinizdən asılı olmayaraq, Azərbaycan Respublikasının himnini Azərbaycan dilində oxumalısınız. Və bu dəyişilməyən, müzakirə olunmayan bir mütləqiyyətdir. Namaz İslam dininin ritualıdır, himnidir sanki. Dünyanın bir çox ölkələrində milyonlarla insan eyni hərəkət edir və eyni sözləri deyirlər. Və əgər siz dediyiniz kimi hər xalq namazı öz dilində qılsaydı, biz gözəl bilirik ki, bütün dillərlə bərabər dil və o cümlədən ərəb dili də əskidən indiyə qədər bir neçə dəfə müəyyən kəlmələr dəyişibdir, müəyyən bir şeylərin adları dəyişibdir. Yəni bugünkü müasir ərəb dili danışan ərəblər belə Qur'anı izahsız oxuya bilmirlər. Oxuyurlar təbii ki, öz dilləridir. Çünki rəsmi dil, qrammatik dil, o cümlədən televiziya dili, ədəbi dil eyni qalıbdır. Bir çox sözlər daxil olub, bir çox sözlər deformasiya edibdir. Amma bir düşünün. Hər xalq öz dilində namaz qılsaydı 1400 il ərzində və bundan sonra da nə qədər dünya yaşayacaqsa, o dövrdə nə qədər deformasiyaya uğraya bilərdi namazın sözləri. Bunu da bir kənara qoyuram. Məsələ gəlir Qurban bayramına. Siz deyirsiniz ki, Allah qanla qidalanmır və Qur'anda Qurban bayramı deyə bir şey yoxdur. Mən belə başa düşürəm ki, bir kontentinizdə də rastıma çıxdı. Siz vegetariansınız, mən həqiqətən sizi anlayıram buna görə. Amma bir ət yeyən bir adamın bu sözü deməyini anlamıram. Amma gəlin bir bayramları təqvimimizdən çıxardaq. O cümlədən Ramazan bayramını da, o cümlədən Qurban bayramını da. Gəlin görə indi Qurban bayramı cəmiyyətə nə kimi ziyan verir, nə kimi xeyir verir. Bir il öz heyvanlarına qulluq eləmiş, altını təmizləmiş, otarmış, yemini vermiş və s. Soyuqdan qorumuş, canavardan qorumuş bir çoban həmən günü bir əkinçi müəyyən bir gün öz əməyinin bəhrəsini götürən kimi o çoban da aparır, heyvanlarını satır, pul qazanır. Demək ki, çobanlara bir ziyanı olmadı. Kasıblara bir ziyan oldu yəqin ki. Düşünsək ki, imkanı olan şəxs, siz ki deyirsiniz ki, sən qurban kəsmədin, sən ağzının dadını dəyişdin. Zaten qurban kəsən adamın, Əminə xanım, hər gün evində ət pişir. Yəni qurban kəsməyə imkanı olan adamın 600-700 manatdır bu dəqiqə qurban. Amma doğrudan da o kasıbın ki evində ildə bir dəfə ət qaynamır və yaxud 5 ayda bir dəfə, 3 ayda bir dəfə ət qaynamır, onun da evində yəni qurban pay aldı, ət qaynadı, ailəsi sevindi. Baxdıq ki, kasıblara da bir ziyanı yoxdur. Hə, bəli, qurban kəsən adamın öz cibinə mi ziyanı var? Bəli, bu adam da əgər könüllü surətdə qurban kəsibsə, demək ki, onda da bir mənəvi, belə deyək, özünü təsdiqləmə yarandı. Ki, mən qurban kəsdim, bir xeyir əməl elədim, kasıbları doydurdum. O cümlədən də Ramazan bayramında fitrə çıxartmaq. Baxın, bir neçə gün bundan qabaq Ramazan bayramı oldu və bayram axşamı hər kəs evindən fitrə zəkatı çıxartdı. Siz bilirsiniz heç kasıb sevindi, nə qədər xərçəng xəstəsi sevindi. Hələ mən öz tanıdıqlarımdan danışıram, çox uzaqlarla maraqlanmamışam. Nə qədər xərçəng xəstələri var idi ki, sevindi, nə qədər yoldaşı olmayan 3-4 uşaq böyüdən analarımız sevindi. Yəni bunu belə dəqiqliklə deyirəm ki, yəni tanıdığım adamları deyirəm, digərlərindən hələ işim yoxdur. Demək ki, nə Qurban bayramı, nə Ramazan bayramı cəmiyyətə heç bir ziyan vurmadı. İndi keçək istədiyiniz bir bayrama.
Bayramlardan danışanda, bayramların bir qanun olmadığını deyəndə, öncə onun cəmiyyətə verdiyi ziyanı və verdiyi xeyri ölçməyinizi tövsiyə edirəm sizə. Əgər bu dəfə də bayram haqqında danışsaz, sizdən çox xahiş edirəm. Azərbaycanda belə artıq dəb halını almış Halloween bayramını da müzakirə eləyin. Təşəkkür edirəm və bir daha qeyd edirəm ki, sizin danışdığınız bir çox sözlərlə razıyam. Yəni, İslam dini Allah'a eşqdir. Yəni, sizin danışdığınız inanç bir işıqdır, bir yanan işıqdır. Amma bu işığın bir açarı var. Rusça ona включатель deyirlər. O işığı ora daşıyan bir naqillər var. Və s. Bunlar hamısı sizin bəyənmədiyiniz və sadaladığınız o ritualların və o qoruyucu sistemin səbəbilə bugün gəlib sizə, mənə və digərlərinə çatıbdır. Bu günləri, bu bayramların, bu ritualların 1400 ildir bugünə gəlib çıxmağı üçün başlar işləyib bunun üzərində. Və o baş işləyib ki, ölümündən 1400 il keçməsinə rəğmən bugün adı gələndə dünyanın hər bir yerində yaşayan milyonlarla insan onun adı çəkilən kimi Allahın salamı və salavatı olsun ona deyirlər. Mən heç ulu babamı tanımıram kimdir. Heç rəhmət toxumuram, adını da bilmirəm, ciddi deyirəm. Və bu kişi elə bir iş görüb ki, bugün hansı dövlətdə, hansı ölkədə yaşamağından asılı olmayaraq milyonlarla insan eyni saatda namaz qılırlar və günahdan çəkinirlər. Aydındırmı?